Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının qanununa edilmiş dəyişikliyə əsasən 2026-cı il yanvarın 1-dən başlayaraq 60 Watt və daha yuxarı gücə malik közərmə lampalarının, iyulun 1-dən isə 25 Watt da daxil olmaqla 25 Wattdan 60 Watta qədər olan közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan edilib. Qanunvericiliyin bu tələblərindən irəli gələrək İstehlakçıların közərmə lampalarından müasir və enerjiyə qənaət edən LED lampalara rahat keçidini təmin etmək məqsədi ilə seçim zamanı bir neçə mühüm texniki göstəricinin nəzərə alınması zəruridir. İlk olaraq lümen, işıq seli anlayışına baxaq. Bu parametr lampanın verdiyi işığın parlaqlığını ifadə edir. Yəni, bir lampanın nə qədər işıq saçdığını qeyd olunan parametrə baxaraq müəyyən edə bilərsiniz. Həmçinin tələb olunan lümen göstəricisinin otaqların təyinatına uyğun olaraq seçilməsi tövsiyə olunur. Lakin böyük məkanlar üçün bu göstəricinin tək bir lampa ilə əldə edilməsi həm çətindir, həm də qeyri-bərabər işıq paylanmasına səbəb olur. Buna görə də işıqlandırmanı bir neçə nöqtəyə bölmək və məkan daxilində paylamaq daha məqsədə uyğundur. Növbəti vacib anlayış Kelvin göstəricisidir. Kelvin işığın rəng temperaturunu, yəni rəng tonunu göstərir. Aşağı Kelvin göstəricisi olan LED lampalar sarımtıl işıq verir və həmin lampalara əsasən qonaq və yataq otaqlarında üstünlük verilir. Yuxarı Kelvin göstəricisi olan lampalar isə maviyə çalan ağ işıq verir və mətbəx, hamam otağı kimi funksional məkanlar üçün tövsiyə olunur. İndi isə Watt göstəricisinə toxunaq. Közərmə lampalarında Watt lampanın parlaqlığını birbaşa göstərirdi. LED lampalarda isə Watt artıq parlaqlığı deyil, yalnız enerji sərfiyyatını ifadə edir. Müqayisə üçün istehsalçılar qablaşdırmada ekvivalent göstəriciləri qeyd edirlər. Məsələn, 7 Watt gücündə bir LED lampa təxminən 60 Wattlıq közərmə lampasının verdiyi parlaqlığı təmin edə bilir. Son olaraq, sözgedən texniki göstəricilər əsasında müəyyən olunan enerji effektivliyi sinfi göstəricisi də seçim zamanı nəzərə alınmalıdır. Enerji effektivliyi sinfi eyni parlaqlığı daha az elektrik enerjisi sərfiyyatı ilə təmin edən lampaları ayırd etməyə kömək edir. Yüksək enerji effektivliyi sinfinə malik LED lampalar daha az elektrik enerjisi sərf etməklə qənaəti təmin edir. LED lampaların istifadəsinə keçərək sərf etdiyimiz elektrik enerjisinə qənaət edək.